Salam əziz dostlar, bu videoda sizlərə sinuslar teoreminin 2 ilə bərabər olmasının isbatını göstərəcəm. Keçən videoda 2 dənə isbat göstərilmişdi, sadəcə orada 2 ilə bərabər olma isbatı verilməmişdi. Öncə gəlin sinuslar teoremi yazaq. A bölünsün sinus alfa bərabərdir B bölünsün sinus beta bərabərdir C bölünsün sinus qamma və bu 2 ilə bərabərdir. Bu videoda biz 2 ilə bərabər olmasının isbatını göstərəcəyik. Verilmiş ixtiyari ABC üçbucağında mərkəzi O olan xaricinə bir çevrə çəkilib. Biz burada B təpəsi ilə C təpəsini mərkəzlə birləşdirsək və eyni ilə C təpəsini də mərkəzlə birləşdirsək, O nöqtəsi mərkəz olduğuna görə onda BO məsafəsi radiusdur. Radiusdur, o zaman burada radiusdur. Diqqətlə fikir versək, burada BOC bərabər yanlı bir üçbucaq alırıq. O təpəsindən BC tərəfinə hündürlük endirsək və bərabər yanlı üçbucaqda oturacağa endirilən hündürlük həm tənbölən, həm də ki mediandır. O zaman belə çıxır ki, ümumi BC məsafəmiz A idisə, onda BH məsafəsi A bölünsün 2 olacaq. Və eyni ilə HC məsafəsi də A bölünsün 2 olacaqdır. Burası aydındır. A bucağı alfadırsa, o zaman BC qövsünün dərəcəsi də 2 alfa olacaq. Və bura 2 alfadırsa, o zaman mərkəzə söykəndiyinə görə bura alfa və alfa olmaqla 2 bucağa ayrılacaq. Çünki bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqda hündürlük həm də ki tənböləndir. Yəni bucağı yarıya böləcək. Biz burada alfa üçün yazsaq, sinus alfa bərabərdir qarşıdakı katetin hipotenuza olan nisbəti. Yəni A bölünsün 2-nin R-ə nisbəti. Buradan da alarıq ki, A bölünsün 2R. Buradan 2R'i ifadə eləsək, 2R bərabər olacaq A bölünsün sinus alfaya. Və eyni üsulu digər AC və BA tərəfləri üçün də tətbiq etsək, o zaman alarıq ki, sinus, bu bucaq beta idi. Kənarda qeyd edək, bura beta idi. Bura isə qamma idi. Yəni biz eyni üsulu digər tərəflər üçün tətbiq etsək, o zaman alarıq ki, sinus beta bərabərdir B bölünsün 2 bölünsün R. Buradan da alırıq ki, B bölünsün 2R. 2R də yenə ifadə etsək, alarıq ki, 2R bərabərdir B bölünsün sinus beta. Qamma üçün də yazsaq, o zaman sinus qamma bərabərdir C bölünsün 2 bölünsün R. Buradan da alırıq ki, C bölünsün 2R. Və buradan 2R yenə ifadə etsək, 2R bərabərdir C bölünsün sinus qamma. Və görüldüyü kimi, hər üç bərabərlikdə 2R bərabərdir. O zaman belə çıxır ki, bu ifadənin 2R bərabər olması doğrudur. Bununla da teorem isbat olundu. Sağ olun, növbəti videolarda görüşənə qədər.